Artıq bir neçə gündür ki, Sabah Saxlamayaq komandasına, Sabah Saxlamayaq verilişinə tamaşaçılardan gələn çoxsaylı müraciətlər var ki, JEK kimi tanıdığımız mənzil, kommunal, istismar sahələrinin fəaliyyətinə bir mövzu həsr edin, bu barədə bir müzakirə təşkil edin və onların da ən çox narazılığı elə sujetdə əksini tapan vətəndaşın şikayəti kimi qeyd edirlər ki, biz il ərzində həm JEK-lərə ödəniş edirik, həm də bələdiyyələrə ödəniş edirik. Amma bizim hər hansı bir işimiz yarananda, hansısa bir müraciət edəndə demək olar ki, onların heç biri bizim həmin o işimizə yardım edə bilmir. Təbii ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı dəfələrlə Sabah Saxlamayaq studiyasında müzakirə təşkil olunub, bəlli bir hissəsinə toxunulub. Amma mən istərdim ki, bu yerdə biz JEK-lərin fəaliyyətinə toxunaq. Ümummət müəllim, JEK-lərin fəaliyyəti nədən ibarətdir? Vətəndaşın həm şikayətinə, həm də gündəmdə olan məsələyə nəzər salsaq, görək ki, vətəndaş hüquqlarını tam bilmir. Mənzil istismar sahəsi, mis deyilən sahə, yaşayış binalarının saxlanılmasına, istismarına, onun təmir bərpası üçün funksional hərəkəti keçən bir təşkilatdır. Vaxtı ilə çox gözəl qeyd olundu. 90-cı illərdə mənzil istismar sahəsi yalnız həm saxlanmasına xidmət edirdi, həm də bütün məsuliyyətlər onların üzərinə düşürdü və Mənzil məcəlləsində sonradan dəyişiklik olundu. Qeyd olundu 2009-cu ildə, hətta 2017-ci illərdə mənzil məcəlləsinə dəyişikliklər olundu. Bu dəyişikliklərdə mənzil istismar sahəsinin idarə etmədə adı olmadı məcəllədə. Amma bu o demək deyil ki, mənzil istismar sahələri tam sıradan çıxdı, ləğv olundu. Görürsünüz, uzun müddət keçməyinə baxmayaraq, bugün mənzil istismar sahələri gündəmdədir, fəaliyyətdədir. Və çox düzgün qeyd olundu ki, vətəndaşlar mənzil istismar sahələrindən əgər onun saxlanmasına, idarə etməsinə həyata keçirirsə də müqavilə bağlamalıdırlar. Amma vaxtı ilə bu müqavilələr bağlanılıb, yalnız onlar idarə etmədə yox, idarə etmənin funksiyalarını həyata keçirirlər. Bilirsiniz ki, bu bələdiyyələr yaranandan sonra da sakinlərimiz öz hüquqlarını tam bilmir. Mənzil istismar sahəsinin idarə etməsi ilə bələdiyyənin idarə etməsi qaldırılan məsələdə tamam fərqlidir. Yəni, fərq nədən ibarətdir? Bələdiyyə özünü idarə etmə təşkilatıdır, həm də özünü maliyyələşdirmə təşkilatıdır. Qanunlar çərçivəsində, verilən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Yəni, bələdiyyə məişət tullantılarının daşınmasından məşğul olmur. Bələdiyyə binaların, yaşayış binalarının təmirindən məşğul olmur. Bələdiyyə onun saxlanmasından məşğul olmur. Yəni, bu qanunda da birbaşa bu bələdiyyələrə şamil olunmur. Amma mənzil istismar sahələri bu işlərlə məşğul olurlar. Bu mövzu nədən belə mübahisəli yarandı? 2017-ci ildə mənzil məcəlləsinə olan dəyişikliklə əlaqədar həmən o idarə etmə, mənzil istismar sahələri tərəfindən idarə etmə məcəllədə qeyd edilmədiyindən insanlarımız belə təsəvvür elədi ki, mənzil istismar sahələri artıq ləğv olundu, fəaliyyət göstərə bilməz. Bilirsiniz ki, mənzil istismar sahələri də yəni, təsərrüfat hesablı bir təşkilatdır. Burada bir dənə məsələ açıq qalır ki, vətəndaşlarla niyə onlar müqavilə bağlamırlar? Amma bugün mənzil istismar sahələrini həm Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi, həm rayon icra hakimiyyəti rəhbərliyi ilə fəaliyyət göstərirlərsə də, vaxtında onlar o müqavilələri bağlayıblar, onun davamı bunlar məşğul olurlar. Ona görə də, yəni, heç kimə, heç bir, özü də çox haqlıdırlar, bugün onların üzərinə düşən məsuliyyət, digər təşkilatların üzərinə düşən məsuliyyətlərdən qat-qat ağırdır. Ağırlıq nədən ibarətdir? Məcəllədə dəyişiklik olunandan sonra hündür yaşayış mənzillərinin idarə olunması üçün 3 formada təşkilat formalaşdı. Birinci, mənzil mülkiyyətçilərinin yaratdığı təşkilat, yəni mənzil mülkiyyətçilərinin müştərək müəssisəsi. İkinci, idarə etmə təşkilatları, yəni mənzil mülkiyyətçiləri yığışaraq iclas çağırır, istər xaricdən, istər daxildən onların mənzillərinin idarə olunması üçün bir təşkilat yaradır. Üçüncü isə həmin mənzil mülkiyyətçilərinin birgə toplantısından hər hansı bir təşkilata həvalə olunmaq, məsəl üçün mənzil istismar sahəsinə həvalə olunmaq, digər təşkilatlara həvalə olunmaq, bu da həmin mülkiyyətçilərin razılığı əsasında həyata keçirilməlidir.